İran Naxçıvan aeroportuna dron hücumu edib. Telegrafın əldə etdiyi məlumata görə, İran ərazisindən atılan raket Naxçıvan Beynəlxalq Hava Limanına düşüb. Naxçıvan Muxtar Respublikasının prokurorluğunun nümayəndələri İran tərəfindən endirilən dron zərbələrindən sonra hadisə yerinə cəlb olunublar. İranın şahid puaları ilə Naxçıvan hava limanına hücum etdi. Rəsmi məlumata görə, hücum nəticəsində hava limanına ciddi ziyan dəyib. 2 nəfər xəsarət alıb. Molla rejiminin məqsədyönlü şəkildə həyata keçirdiyi hücumun 2 hədəfi var. Birincisi, müharibəni regional müstəviyə yaymaqdır. Region ölkələrində mülki obyektlərə, hava limanları, enerji infrastrukturu və otellərə hücum edən İran rejimi müharibə arealını genişləndirir. Məqsəd, bölgənin təhlükəsizliyini təhdid etmək, hücuma məruz qalan region ölkələrinin Amerika və İsrailin hücumlarına qarşı çıxmasına nail olmaqdır. Müharibənin başlanmasından sonra əsasən Körfəz ölkələrini hədəfə alan İranın dünən Türkiyəyə, bugün isə Azərbaycana hücum etməsi Molla rejiminin müharibəni yaxın şərqdən sonra bizim regionumuza da köçürmək planının tərkib hissəsidir. Naxçıvan hava limanına hücum Azərbaycana qarşı birbaşa terror aktıdır. Molla rejiminin Naxçıvanda məhz ən strateji nöqtəni, hava limanını hədəfə alması təsadüfi deyil. Bu, Azərbaycana, o cümlədən strateji müttəfiqimiz olan Türkiyəyə təhdid xarakter daşıyan addımdır. Bu hücum İranda Molla rejiminin nankorluğu və riyakarlığını da açıq şəkildə nümayiş etdirdi. Çünki Azərbaycan, İran başda olmaqla, bütün region ölkələri ilə münasibətlərə daim qonşuluq prinsipindən yanaşıb. İndiyə qədər İrana qarşı olan heç bir siyasətə qoşulmamaqla bu mövqeyini praktiki müstəvidə həyata keçirib. Tehrana qarşı sanksiyalara qoşulmayıb, heç bir hücumda platforma rolunu oynamayıb. Əvvəldən İrana hücumlara qarşı olub, hazırda da müharibənin dayandırılması, tərəflərin danışıqlar masasına qayıtması üçün yardım etməyə hazırdır. Prezident İlham Əliyevin İranın dini liderinin ölümü ilə bağlı dərhal başsağlığı verməsi, səfirliyi ziyarət etməsi də rəsmi Bakının bu siyasətinin əyani nümunəsidir. Hətta Azərbaycan İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Bu, İrandakı Molla rejimindən fərqli olaraq Azərbaycanın riyakar siyasət yürütmədiyi, qonşu ölkələrə daim dəstək olmasının nümunəsidir. Molla rejimi isə Azərbaycanın qonşuluq siyasətinə mülki obyektə hücum etməklə cavab verdi. Naxçıvan hava limanına hücumun bir adı var, terror aktı. Mülki infrastruktura hücum, İranın Molla rejiminin riyakar mahiyyətini də ortaya çıxarır. Təbii ki, Azərbaycan bu hücuma lazımi reaksiya verəcək. Artıq İran səfirliyi Xarici İşlər Nazirliyinə dəvət olunub. Təcrübə təsdiq edir ki, Azərbaycana hücum edənlər hər zaman peşman olublar. Molla rejimi də bu terror hücumuna görə peşman olacaq. Siyasi şərhçi Asif Nərimanlı. Başçısını itirən Molla rejimi başını da itirib. İranın Naxçıvana dron hücumu etməsinin başqa izahı yoxdur. Təsəvvür edin, Prezident İlham Əliyevin İranın ali liderinin ölümü ilə bağlı bu ölkənin Bakıdakı səfirliyini ziyarət etməsindən, başsağlığı verməsindən heç bir sutka ötməyib. Dünən Azərbaycanın dövlət başçısının əlini sıxan, ziyarətə görə təşəkkürünü bildirən səfir Müctəba Dərmiçilu, bu gün isə riyakar hücumla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Daim qonşuluq prinsiplərinə sadiq qalan, nəinki İran, ümumiyyətlə heç bir ölkə üçün təhlükə olmayan, yaratmayan Azərbaycana qarşı ani hücum nankorluqdan başqa bir şey deyil. Çünki Azərbaycan digər ölkələrə olduğu kimi İrana da humanitar yardım göndərməyi planlaşdırırdı. Azərbaycan dövləti insan faktorunu düşündüyü halda İranın Molla rejimi dinc əhalimizi, mülki infrastrukturumuzu hədəf alır. Bu hücum nəticəsində 2 mülki vətəndaşımız xəsarət alıb. Normal olaraq yerli sakinlər təşvişə düşüb. Bunun terrordan başqa adı və izahı yoxdur. Rəsmi Bakının da bəyanatında qeyd olunduğu kimi, Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Molla rejimi bir şeyi unudur ki, Azərbaycana hücum edənlər həmişə peşman olub. Biz ötən illər ərzində Lap Qarabağ münaqişəsinin davam etdiyi, eyni zamanda həllinə nail olduğumuz müddətdə İranın Azərbaycana qarşı nankorluğunun dəfələrlə şahid olmuşuq. Müsəlman ölkəsi olmasına baxmayaraq, Ermənistana silah satan, yük maşınlarını qanunsuz olaraq Qarabağ ərazisinə göndərən, İranın yaxın keçmişdəki əməllərini unutmuş deyilik. Amma bu son idi. Azərbaycanın da səbrinin bir sərhədi var və bu sərhədin o tayında İrandır. İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. Telegraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək. Bu gün günorta radələrində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına,
İranın ərazisindən dron hücumları həyata keçirilib. Telegraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yaydı. Bildirilib ki, bir ədəd dron Naxçıvan Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava limanının binasına zərər dəyməsi və 2 nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müçtəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.